Azərbaycanda daha bir üzücü ölüm xəbəri yayılıb. Manşet azın əldə etdiyi məlumata görə Xəzər Tibb Mərkəzinin həkim-neonatoloqu Gülnarə Əkbərova dünyasını dəyişib. 42 yaşlı həkimin fevralın 25-dən 26-sına keçən gecə vəfat etdiyi bildirilir. İddialara əsasən onun ölümünə həkim səhlənkarlığının səbəb olduğu qeyd olunur. Lakin məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib. Belə hallarda ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün tibbi ekspertiza rəyi və hüquq mühafizə orqanlarının araşdırması əsas rol oynayır. Çünki səhlənkarlıq iddiası ciddi hüquqi məsuliyyət yaradan məqamdır və bu cür məlumatlar yalnız rəsmi təsdiqdən sonra hüquqi qiymət ala bilər. Gülnarə Əkbərova neonatoloq kimi fəaliyyət göstərirdi. Neonatologiyaya yeni doğulmuş körpələrin sağlamlığı ilə məşğul olan son dərəcə məsuliyyətli və həssas tibb sahəsidir. Bu sahədə çalışan həkimlər çox vaxt ağır vəziyyətdə olan körpələrin həyatını xilas etmək üçün gecə-gündüz çalışırlar. Həm fiziki, həm də psixoloji baxımından yüklü bir ixtisasdır. Həkimin vaxtsız vəfatı səhiyyə sahəsində və onu tanıyanlar arasında dərin kədər doğurub. 42 yaş tibb işçisi üçün həm peşəkar təcrübənin formalaşdığı, həm də fəaliyyətin ən məhsuldar dövrü sayılır. Belə bir itkini həm ailəsi, həm də pasiyentləri üçün ağır zərbə hesab etmək olar. Digər tərəfdən, əgər doğrudan da tibbi səhlənkarlıq iddiası təsdiqlənərsə, bu səhiyyə sistemində təhlükəsizlik və nəzarət mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olacaq. Son illər Azərbaycanda tibbi xidmətin keyfiyyəti, özəl və dövlət müəssisələrində nəzarət, həkim məsuliyyəti kimi məsələlər tez-tez müzakirə olunur. Hər bir belə hadisə cəmiyyətin həssas yanaşdığı mövzuya çevrilir. Bu mərhələdə ən vacib məsələ rəsmi və obyektiv araşdırmanın aparılmasıdır. Emosional yanaşma və ittihamlar yox, faktlar və ekspert rəyləri əsas götürülməlidir. Çünki həm mərhumun ailəsinin hüquqları, həm də adı hallananların, şəxslərin hüquqları qorunmalıdır. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir diləyirik. Hadisə ilə bağlı rəsmi nəticələrin açıqlanması isə bir çox suallara aydınlıq gətirəcək.